Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə şəxsi tikili bir həyət evi çəkib təqdim edirəm. Ev 21 ilin evidir. 21 il bundan qabaq tikilib. Yeri super yerdədir. Xırdalar şəhəri tam mərkəzində, düz Heydər Əliyev Parkının içində. Yolla da arası 50 metrdir. 50 metr yolun arası var. Bax, belə bir gözəl evdir. Yəni, hər dəfə deyəndə burada ev çıxmır satışa. Evimiz 3 sot torpaq üzərində tikilib. Bax, belə bir həyəti var. 4 otaqdan ibarət evdir. Evimiz mükəmməl beton fundamenti, ara mərtəbəsi beton monolit, yuxarıdakı beton kəmər. Tam qoşadaş bir evdir. Bax, burada belə bir kadrofe kimi, ya ayaq yolcusu kimi belə bir yeri var. Evin arkasında da haradasa 10 metre, 3 metre belə bir boş yeri. Ben size gösterim burada monoliti. Yani ev həqiqətində super evdir. Yani yeri süperi. Ya belki de maşınların sesini eşidirsiniz. Yani eve həqiqətən də söz yoxdur. Xırdavan şəhərin tam mərkəzindədir. Düz Heydər Əliyev Parkının içində. Hər tərəfi də açıq. Keçən də evimizin içinə. Burada daxilində belə bir dəhliz. Evimizin döşəməsi gördüyünüz ki parketdir. Pilləkənləri fıstıqla yığılıb. Fıstıq ağacından. Burada iri bir qonaq otağıdır. Evin interneti var, telefonu var. Bax, belə bir qonaq otağıdır. Evimiz kombi sistemiyle qızdırılır. Sənədi kupçadır. Bax, belə bir qonaq otağı. Burada iri bir mətbəx. Belə bir iri mətbəx var. Çalışım hər tərəfini sizə göstərim. Bax, belə bir iri mətbəxdir. Keçək hamamla ayaq yolsuna baxaq. Hamamla ayaq yolsu ayrı-ayrılığındadır. Bax, burada belə bir divarda şkaf yığılıb. Evimizin hamamı qaz, işıq, su daimidir. Bu da ki ayaq yolsu. Qalxaq ikinci mərtəbəyə. Bir otaq aşağıdadır. 3 otaqdakı yuxarıda. Nəsə göstərir, fıstıqla yığılıb o pilləkənləri. Başlayaq. Evimizin ikinci mərtəbədə olan birinci otağıdır. Bütün pəncərələrin qabağı hamısı açıqdır. Bir otaq. Bax, burada da ikinci otaqdır. Buranın da elə qonaq otağı kimi istifadə etmək olar, iridir. Bax, belə bir iri. İndi isə keçək 4-cü otağa. Bax, burada eyvanı var. Bu da ki eyvanıdır. Düz Heydər Əliyev Parkıyla 50 metr mesafesi var. Ve sonunda evimizin 4-cü otağıdır. Böyle bir 4 otaqdan ibarət 2 mərtəbəli həyət evi, şəxsi tikili evdə 21 ilin evidir. Qiymət 220.000 manat. Bax, belə bir şəxsi tikili ev, qiymət 220.000 manat. Kim alsa, Allah satanı da, alan da xeyrin versin.